Salam müəllimlər, bu günlərimizə MİQ 2026 çərçivəsində əlavə olunmuş yeni mövzulardan biri olan tədrisdə dizayn düşüncəsi nəzəriyyəsini qısa olaraq izah edəcəm. Tərifi belədir ki, problemlərin həllinə yönəlmiş şagird mərkəzli, yaradıcı, analitik və təcrübəyə əsaslanan innovativ yanaşmadır. Məqsəd isə şagirdlərdə 21-ci əsr bacarıqlı olan tənqid, düşünmə, yaradıcılıq, əməkdaşlıq, ünsiyyət, yəni kommunikasiya, bir də refleksiya, əlavələrdə sosial-emosional vərdişləri inkişaf etdirməkdir. Fəlsəfəsi hara dayanır? Konstruktivizm pedaqogikası ilə üst-üstə düşür. Şagird biliyin pasiv istehlakçısı deyil, bilavasitə qurucusudur. Müəllimlər, bu düşüncə, tədrisdə dizayn düşüncəsinin 5 mərhələsi var. Bu 5 mərhələni ardıcıl şəkildə yadda saxlamaq lazımdır. Empatiya qurmaq, problemi müəyyənləşdirmək, ideya yaratmaq, prototipləşdirmək, bir də test, sınaq, interasiya və təkmilləşdirmə deyirlər. Bu 5-ci mərhələyə görürsünüz. Bu 5-ci mərhələdə hamısını yazmışam. Bunları sinonim olaraq əzbərləyirsiniz. Fərqli şəkildə qarşınıza çıxa bilər. Bütün fənn müəllimləri, istər şagird-müəllim münasibətlərində və yaxud da bütün fənn müəllimləri öz fənləri ilə bağlı bu mərhələdən, bu modeldən istifadə edə bilər. Biləsiniz ki, tədrisdə dizayn düşüncəsi bir modeldir, təlim modeldir və bunu tətbiq edə bilərsiniz bu 5 mərhələli şəkildə. Və buna uyğun da bir nümunə təqdim eləmişəm sizə. Ki, bu misal üçün necə bu fəaliyyət həyata keçirilə bilər. İndi mən sizə şagird-müəllim münasibətlər üzərində sinif daxili ünsiyyət və etimadın bərpası mövzusunda bir nümunə hazırlamışam, onu izah edeyim. Birinci problem mühiti, hansı mühiti? Sinifdə müəllimlə şagirdlər arasında görünməz bir bariyer, məsafə var. Şagirdlər səhv etməkdən qorxduqları üçün dərslərdə fikirlərini rahat ifadə etmir. Sual verməkdən çəkinirlər. Müəllim şagirdlərin dərslərə qarşı pasiv və soyuq olduğunu düşünür, münasibətlərdə səmimiyyət çatışmazlığını hiss edir. Belə olanda nə etməlidirlər? Empatiya qurulmalıdır. Yəni empatiya qurulan mərhələ bilirsiz hansıdır? Bir insan özünü başqasının yerinə qoymasa, onu tanımağa çalışmasa, heç vaxt onu idarə edə bilməz. Bir sözlə insan tanımadığı insanı nə idarə edə bilər, nə də ki özünü onun yerinə qoya bilər, empatik yanaşa bilər. Ona görə də empatiya mərhələsində araşdırma, müşahidə mərhələsidir. Həmin o problemi necə müəllim və şagird bir-birinin mövqeyini, hisslərini və çətinliklərini anlamağa çalışırlar. Şagirdlər müəllimlə anonim sorğular və ya açıq mikrofon vasitəsilə bölüşürlər. Bu açıq mikrofon bir üsuldur. Biz səhv cavab verəndə qiymətlərimizin kəsilməsindən və tənqid olunmaqdan deyil, qorxur. Uşaqlar bunu açıq şəkildə ifadə edirlər, öz qorxularını, çəkindikləri məqamı. Müəllim öz növbəsində hisslərini bölüşür. Mən sizə qarşı qərəzli deyiləm. Sadəcə dərsin proqramını vaxtına çatdırmağa çalışarkən bəzən gərgin oluram və bu sizə sərt gəlir. Və nəticədə nə olur? Hər iki tərəf anlayır ki, problem sevgisizlikdə deyil, qarşılıqlı qorxu və anlaşılmazlıqdadır. Bu araşdırdılar, empatiya mərhələsini araşdırdılar, tanıdılar qorxularını, problemini və bir-birini. Düzdürmü? Keçirlər ikinci mərhələyə, problemi müəyyənləşdirmə mərhələsinə. Burada fəaliyyətlər necə olur? Empatiya mərhələsində toplanan fikirlər analiz edilir və münasibətləri düzəltmək üçün əsas problem formalaşır. Belə tədqiqat sual çıxır sanki. Problem müəyyənləşdirir. Problemli cümlə nə olur? Necə edə bilərik ki, sinifdə səhv etməyin qorxulu olmadığı, hər bir şagirdin özünü güvəndə hiss etdiyi və müəllimlə dosyanan, səmimi ünsiyyət qura bildiyi bir mühit yaradaq. Bu bizim tədqiqat sualımızdır. Yəni artıq problem müəyyənləşdirildi və ortağa bir həll olması tələb olunan bir situasiya qoydu, problem qoydu. Ondan sonra keçirik 3-cü mərhələ, ideyalar yaratma. Bu mərhələdə yadınıza qalsın, beyin həmləsi üsulundan istifadə olunur. Mümkün, kreativ, həlli yollar təklif olunur, bir neçə dənəsi. İndi baxaq, fəaliyyət burada necə olur? Müəllim və şagirdlər birlikdə beyin həmləsi edərək bariyerləri qıracaq, yaradıcı ünsiyyət ideyaları irəli sürürlər. Görürsünüz, burada 3 ideya qoymuşam, müxtəlif ideyalardır. Hər dərsin ilk 3 dəqiqəsini qiymətsiz dəqiqələr elan edək. Şagirdlər dərsə aid olmayan mövzularda, şəxsi maraqları haqqında müəllimlə sərbəst danışırlar. İkinci ideya gəlir ki, sinifdə bir səhv qutusu yaradaq. Şagirdlər etdikləri ən gülməli və ən öyrədici səhvləri yazıb oratırlar və həftə sonu birlikdə oxuyub gülürlər. Səhv etməyin normal olduğunu qəbul etmək üçün bu çox gözəl bir ideyadır. Səhvlərlə mübarizə aparmağın və üsullardan biri də budur, maraqlıdır. Üçüncü ideya isə müəllim şagird rollarını dəyişirlər, yəni simulyasiya ilə. Buna tərs üz dərs də deyirlər. Simulyasiya necə oldu? Müəllimlə şagird dəyişir, deyir ki, sən müəllim olmayan şagird. Bunu amma neyəcək? Həftə müəyyən günlərdə belirləyəcək. Müəyyən günlərdə şagirdləri müəllim isə partda oturub şagird rolunda oynayır. Bu, belə bir artıq ideyalar ortalığa gəldi. Ondan sonra neyinirlər? Prototipləşdirirlər. Bunu fikirləşdirir, artıq bunun bir planını qururlar. Belə deyim, burada necə olur? İdeyaları bir neçəsi seçilir və sınaq üçün sadə bir model hazırlanır.
hazırlanır. Prototip belə olur. Müəllim və şagirdlər birgə sinif konstitusiyası, yəni qaydalar paktı hazırlayırlar. Bu sənəddə təkcə şagirdlərin yox, müəllimin də öhdəlikləri yazılır. Müəllim şagirdin sözünü kəsmədən axıra qədər dinləyəcəyinə, şagirdlər isə tənqiddən qorxmadan hər fikri bölüşəcəyinə söz verirlər. Belə həmçinin hər cümə günü üçün 10 dəqiqəlik səmimi söhbət, yəni çay saat falan, belə bir plan ssenari tərtib olunur. Bu artıq bir plan quruldu mu və belə deyim, ondan sonra keçirlər artıq bunun tətbiqinə. Plan da quruldu, prototipləşdirildi. Əlbəttə ki, bu ilk dəfədən mükəmməl olacaq deyə bir şey yoxdur. Məncə heç bir ilk mükəmməl deyil. Onun təkmilləşdirilməsinə ehtiyac var. Amma bunun üçün əvvəl bunu eləmək lazımdır, tətbiq eləmək lazımdır. Artıq keçirik test etmə mərhələsinə, iterasiya mərhələsi deyirlər buna, təkmilləşdirmə mərhələsi deyirlər. Sınaqdan keçirdirlər və sınaqdan keçirtməkdən ötürü bir dərsinizi buna ayıra bilərsiniz və ya da 2 dərsinizi buna ayıra bilərsiniz. Uzun müddətli birdən-birə ayıra bilməzsiniz. Çünki bunun təkmilləşdirilməyə ehtiyac var. Hər bir təkmilləşdirilib ən yaxşı versiyasına çatandan sonra yaxşı olarsa bunu uzun müddətli eləyərsiniz. Amma bütöv ili əhatə eləyə bilməz. İndi test etmə sınaq mərhələsində necə olacaq fəaliyyətlər? Hazırlanmış sinif konstitusiyası və səmimi söhbət saatı 2 həftə ərzində sinifdə tətbiq edilir. İndi burada 2 həftədə ola bilər, 1 həftədə ola bilər, 1 dərs ola bilər, 2 dərs ola bilər bu şəkildə. Sınaq prosesi və rəylər mərhələsi gəlir burada. 2 həftənin tamamında müəllim və şagirdlər bir-birinə rəy verirlər. Şagirdlərin rəyi necə olur? Konstitusiya yaxşı işləyir, amma çay saatına hamı danışa bilmir, vaxt çatmır. Müəllim nə edir? Müəllim də bildirir ki, siz artıq daha cəsarətlisiniz, lakin səmimiyyət bəzən dərsin intizamına mane olur. Sonra burada integrasiya deyil bu arada, interasiya, yəni təkmilləşdirmə mərhələsi gəlir həmin bu mərhələdə. Bu rəylər əsasında qaydalara düzəlişlər edilir, səmimi söhbət saatı üçün vaxt tənzimlənir, səmimiyyət ilə dərs intizamı arasında balans yenidən qurulur. Belə model davamlı olaraq inkişaf edir. Yəni belə qurulur, çatışması hissələri. Ondan sonra yeni ilə tətbiq olunur, ta ki təkmilləşib yaxşı versiya gələnə qədər. Bəs burada nə qazanılır? Bu nümunədə münasibətlərə nə qazanılır? Müəllim və şagirdlər problemi qarşı tərəfdə axtarmaq əvəzinə empati quraraq problemi birlikdə həll edirlər. Bu proses sinifdəki qorxu mühitini aradan qaldırır, şagirdlərin özünə inamını artırır və dərslərin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. Əlbəttə ki, dəstəkləyici bir mühit yaranır, şagird-müəllim münasibətləri dəstəkləyici bir şəkildə olur. İndi mən burada öz PDF-imdə müxtəlif fənlərə aid nümunələr təqdim etmişəm, amma bir dənə də sizə təqdim edim. Hər birinə aid bir listlər də təqdim eləmişəm burada. Əlbəttə ki, bir dəqiqə çevirin, baxın. Real situasiyalardan. Demək, tarix fənnində baxaq. Tarix dərsində şagirdlər Səfəvi dövlətinin xarici basqınlardan qorunması mövzusunu keçərkən o dövrün xəritələrini və sənədlərini araşdırırlar. Görürsünüz, araşdırma mərhələsi harada idi? Empatiya qurma mərhələsi. Yadınızdadır, problem varsa bir problem qoyulur, hələ bir o araşdırılır. Sonra onlar özlərini həm hökmdarın, həm də başqalarının əziyyət çəkən sıravi kəndlərin yerinə qoyaraq, görürsünüz burada. Heç bunu yerinə qoyaraq yığışdırsa belə, araşdırmanı gördünüzsə, artıq burada empatiya mərhələsi götürərsiniz müəllimlər. Və belələnən digər musiqi fənnində də, Azərbaycan fənninə də qoymuşam. Burada situasiya, riyaziyyat, bu şəkildə cavablandıra bilərsiniz və rəylərdə öz fikirlərinizi bildirə bilərsiniz. Görürsünüz, tədrisdə dizayn düşüncəsi elə bir çətin mövzu deyil. 5 mərhələdir və hər bir mərhələnin öz mahiyyəti var. Sanki problem həll etmə bacarıqlarına oxşayır. Yadınıza salaq. Problem həll etmədə necə idi? Problem əvvəl müşahidə olunur, dəlil, sübut, argument toplanır ki, təhlil üçün, sonra ikinci mərhələ gəlir təhlil, sonra ondan nəticə çıxarılır, sonra bunun üçün bir prototip yaradılır, yəni ki, tədbirlər planı, hansısa bir iş görülür ki, o plan qurulur, strateji bir mərhələ gəlir, təhlillərin sonu həmişə məntiqi nəticədən, sonra da planlaşdırmaya gətirib çıxardır bilirsiniz. Sonra da problemin həllinə keçirilir, tətbiqə keçirilir, sonra da qiymətləndirmə aparılır. Eyni ona bənzər bir şeydir, sadəcə bu şəkildə qurulur. Empatiya qurmaq, problemi müəyyənləşdirmək, ideya yaratmaq, prototipləşdirmək, test mərhələsi, yəni sınaq və yaxud ona interasiyada təkmilləşdirmə deyilir. Müəllimlər, dərslərimə qoşulmaq istəyirsinizsə 055 358 7101 və yaxud da 055 893 08 39 nömrəmdən yazaraq mənə əlaqə saxlayıb dərslərimə qoşula bilərsiniz.